Bizim bugün danışacağımız mövzu olacaq əsas nitq səsi olan feil. Hərəkət bildirən əsas nitq səsidir. Amma siz hərəkət deyəndə yalnız aktiv bir hərəkət, dinamik feillər düşünməyin də. Siz ibtidai sinif uşağı deyilsiniz. Mən deyirəm, susmaq feildir, uşaq deyir, müəllim. Siz demişdiniz, hərəkət bildirir. Axı susmaq hərəkət yoxdur. Bu cür bəhsed məsələlərdə ilişib qalmayın. Sonra hərəkətin təsdiq olunduğunu bildirdiyi kimi feil inkarını da bildirə bilər də. Yəni uşağa deyirəm yazmamaq. Deyir müəllim, hərəkət deyil axı, deyirsən yazmamaq. Bu cür ibtidai məsələlərdə, yəni sadə məsələlərdə özünüzü çaşdırmayın. Həm aktiv, həm pasiv feillər hərəkət bildirə bilər. Nə etmək, nə olmaq suallarının müxtəlif şəkil, müxtəlif zamanlarında işlənir bizim feillərimiz. Və digər əsas nitq hissələri kimi feillər quruluşca 3 növə bölünür. Sadə, düzəltmə və mürəkkəb. Burada bir xeyli söz verilib ki, bunlar sadə feillərdir. Hansı ki, bizim uşaqlarımız bəzən bunları çaşıb düzəltmək götürür. Bu məsələyə toxunmaq istəyirəm. Məsələn, alışmağın almağa dəxli yoxdur. Deyir, ay müəllim, niyə? Öz şəkilçidir. Azərbaycan dilində almaq sözü də var. Alışmaq sözü də var. Öz də şəkilçi dilimizdə belə bir şey var. Belə bir şəkilçi var. Niyə bunu düzəltmə götürmüşsünüz? Biz söz yaradıcılığında danışanda demişdik ki, leksik şəkilçi yeni mənalı söz yaradır, düzdür. Amma həmin o yaratdığı yeni söz nədən yaradıbsa onunla müəyyən bir məna bağlı olmalıdır. Yəni, döyüşməyin döyməyə dəxli var, yazışmağın yazmağa dəxli var. Amma Azərbaycan dilində sormaq yoxdur, soruşmaq götürəsiniz. Həm yarışmağın yara heç bir aidiyyatı yoxdur və yaxud da çalışmağın çala heç bir aidiyyatı yoxdur. Sonra həm dəyişməyin dəyməyə heç bir aidiyyatı yoxdur. Sonra qarışmağın qara heç bir aidiyyatı yoxdur. Güləşməyin gülmək feilinə heç bir aidiyyatı yoxdur. Bu məsələlərə fikir verin. Sonra sevinmək sözünün kökü sev deyil. Yəni, sevinməyin sevməklə heç bir əlaqəsi yoxdur. Leyli və Məcnun da sevinirdi. Sevirdi, amma sevinə bilmədi. Yəni, əgər əlaqə olsaydı, onda gələ ikisi də sevinə. Sonra danışmağın danmağa aidiyyatı yoxdur. Sonra nə? Qızarmağın qıza heç bir aidiyyatı yoxdur. Bu məsələyə bir dənə toxunum. Uşaqlar, burada qızarmaq deyəndə bunlar rəng mənasına düşünürlər. Bəzən uşaqlar görsən, deyirlər, müəllim, niyə əti atdım tavaya, kotleti atdım tavaya, qızdı, qızardı. Məsələyə bu cür yanaşmayın. Bunlar rəng mənasına götürürlər. Yanaq qızardı, alma qızardı. Bir şeyin rənginin qırmızı rəng alması üçün onun qızmağına heç bir ehtiyac yoxdur. Sonra var belə sözlər, digərlərinə də baxarsınız. Mən hamısı haqqında təbii ki, danışmayacağım. Bu sözlər sadə feillərdir. Bunları sizin qrupa təbii ki, dərsin sonunda göndərəcəm. Bu belə. Sonra gəlirik ən əsas məsələ düzəltmə feillər. Feildə kifayət qədər şəkilçilər var və bu şəkilçilər amonim şəkilçilərdir. Bunlar haqqında biraz danışacağıq. La. Yadımıza gəlir, la-nı biz dedik ki, qoşmada görəcəksiniz, bağlayıcıda görəcəksiniz, zərf düzəldən şəkilçilərdə gördünüz. İndi də feildə görürsünüz. İşdən işləmək, dişdən dişləmək, başdan başlamaq bu formada. Laş və lan şəkilçisi riskli şəkilçilərdir. Çünki bu şəkilçilər la ayrı, n ayrı, la ayrı, ş ayrı kimi bölünə də bilər, bölünməyə də bilər. Bu artıq bizim nümunəyə bağlıdır. Məsələn, xalça ayaqlandıda xalçanı ayaqlayırsan, ayaqlanır. Burada la və n iki ayrı leksik şəkilçi kimi bölünür. Amma deyək ki, quş qanadlandı, quş qanadladı deyə bir söz yoxdur. Ona görə bütöv götürülür. Və yaxud da salamlaşmaqda bir insanı salamlayırsan, salamlaşırsan bölünür. Amma halallaşmaqda Azərbaycan dilində halallamaq yoxdur. Əgər siz bu lan və laş şəkilçisi bölünmə məsələsini özünüzdə aydınlaşdırmazsanız, indidən deyirəm, qarşılıq birgəlik növ feillərdə problem yaşayacaqsınız. Sonra məhsul növdə, qayıdış növdə problem yaşayacaqsınız. Yəni, burada la-nıdır, yoxsa lan bütövdür. Bu məsələdə probleminiz olacaq. İndidən diqqətli olun. Sonra ar şəkilçisi var. Arı siz həm adlardan feil düzəldən görəcəksiniz. Məsələn, bozdan bozarmaq, otdan otarmaq, ağdan ağarmaq.
Eyni zamanda feildən də feil düzəldən şəkilçi kimi görəcəksiniz. Məsələn, çıxdan çıxarmaq, qopdan qoparmaq, yəni bu formada da mümkündür. Arı təbii ki, siz gələcək zamanda da görəcəksiniz, danışar, oxuyar, yazar. Təbii ki, inkar da qəbul edir, danışar, danışmaz, oxuyar, oxumaz bu formada görünür. Sonra sa var, su sözündən susamaq, qərib sözündən qəribsəmək. Burada leksik şəkilçidir, amma feilin şərt şəkli kimi görəcəksiniz. Məsələn, yazsa, oxusa və yaxud da hissəzi görəcəksiniz, gəlirsə, gəlməlidirsə və s. Gecdən gecikmək bu rahatdır, durdan duruxmaq bu rahatdır. Sonra yandan yanaşmaq bu rahat şəkilçidir. Sonra düzəlmək, qocalmaq sözləri. Uşaqlar, bu qocalmaq sözündən xüsusilə ehtiyatlı olun. Qocalmaqdır, ucalmaqdır, kökəlməkdir. Bu sözləri sizə gələcəkdə qayıdış növ kimi təqdim eləməyə çalışacaqlar. Götürməyin. Ay nə bilim, özüm qocalmışam, özüm ucalmışam, özüm kökəlmişəm, işin öz üzərimdə icra eləmişəm deyənə, bunu qayıdış növ kimi düşünənlər var. Uşaqlar, qoca sifətdir. Birincisi, feilin qrammatik məna növlərinin içində alınanlı yoxdur. Boş n var, boş l yoxdur. Yəni, n var. İkinci bir məsələ isə, ikinci əsas məsələ isə qoca sifətdir. Feilin qrammatik məna növlərinin şəkilçisi feilin üzərinə artırılır. Bunlar feil deyil. Sonra yaşdan yaşamaq, qandan qanamaq, boşdan boşamaq, bunlar A eksi şəkilçidir. Sonra U var burada, turşdan turşumaq. İmsa var, məndən mənimsəmək. Bu feillərdə də var. Məsələn, güldən gülümsəmək. İmsəni çaşıb bölməyin. Deyil Ömər? Mən boşamaq sözünü düzəltmə dediniz. Mən boşamaq mənlə bağlılığı var orada. Boşayanda insan boş olur da, yəni evli olmur, subay olur. O mənada mən bildim. Sağ ol. Yaxşı. Sonra ılda var. Bu isimlərdə də buna oxşar şəkilçi vardı. Orada ıltı idi. Məsələn, təqlidi sözlərdir. Təqlidi sözlər nə deməkdir? Mən bir dəfə bunu dərsdə zarafata demişəm. Bizim atalarımız, babalarımız o nizə ilə zadla gəzən vaxtıda eramızdan əvvəl. Məsələn, əlində bir dənə nizə, gediblər meşiyə, təsadüfən bir dənə ayağının üstünə, quru odunun üstünə ayaq qoyublar. Oradan bir dənə səs gəlib, şak. Deyirlər, aha, şakıldamaq. Yəni, səslərə qoşulur da. Deyək ki, havadan bir dənə gür səsi gəlib, deyir, aha, hava gürüldüyür. Nə bilim, tapdan tapıldamaq. Bunun isim versiyaları var da. Tapıltı isimdir, tapıldamaq feildir. Nə bilim, şaqqıltı isimdir, şaqqıldamaq feildir. Və bu kimi bizim nümunələrimiz var. Bunlara deyirlər təqlidi sözlər. Nədir təqlidi sözlər? Üzr istəyirəm. Təqlidi sözlər müəyyən səslərə qoşulur. Yaxşımı? Bu belə. Sonra gəlirik digər şəkildə. Il var, yazdan yazılmaq, söydən söyülmək, sevdən sevilmək. Ilı siz məhsul növdə, qayıdış növdə, hətta şəxsi növdə də görürsünüz. İş var, qarşılıq birgəli növdə daha çox istifadə olunur. Məsələn, yazdan yazışmaq, gördən görüşmək. Bir dənə gəzişmək və girişmək sözlərində məlum növdür. Sonra ar var, bayaqlar dedim, ıt var, qorxudan, oxutmaq sözü var burada. Uşaqlar, qorxutmaq sözü var. Orada qorxudan qorxu, sonra t ayrı götürməyəsiniz. Yenə deyirəm, qorxutmaq sözündə uşaq nə edir? Deyir, qorx sözündən qorxu, sonra qorxut. It feilləri artırılır. Sonra döndən döndərməkdir. Iz da qorxudan qorxuzmaq bu rahat şəkilçidir. Sonra gülməyəsiz Azərbaycan dilində xala şəkilçisi var. Məsələn, ovxalamaq. Əmi dayı yoxdur, xala var. İmsə var, bayaqlar dedim. Sonra səhvdən səfələmək. Ir var, ir zamanda da var. Məsələn, bir var bişir, yemək bişir, inkar edirsən bişmir. Bir də var bişirmək. Bir var deyirəm, elimiz, obamız köçür. Nə edir? Köçür. İnkar edirsən köçmür. Zaman şəkilçisini rahatlıqla inkar edə bilərsiniz. Bu zaman zamandır, amma köçürmək leksikdir. Dır var. Uşaqlar, dırdan sonra maq artıra bilirsə leksikdir. İcbar növdə də təbii ki, istifadə olunur. Dır bütöv xəbərli şəxs şəkilçisi ola bilər. Bayaq Ömərin o dediyi söz. Məsələn, kitabdır,
savadlıdır, 5-dir, 3-dür, yuxarıdır, aşağıdır, ikincidir. Müxtəlif nitq hissələri xəbər olanda dır xəbərli şəxs şəkilçisinin üçüncü şəxsi təbii ki, qəbul edə bilər. Bir də sizin dır kimi gördüyünüz əslində t olan şəkilçilər var. Məsələn, deyirəm ki, Leylanın anası onu oxudur. İnkar eləyəndə olur, oxutmur. Sizin gözünüzə dır kimi görünən əslində d ayrıca t-dır, leksikdir. Ir da orada indiki zaman şəkilçidir. Harda dır hərf birləşməsini gördünüz, durub onu eləməyin də, götürüb bütöv dır leksik götürün. Sonra gəlirik mürəkkəb feillər. Mürəkkəb feillər bitişik yazılanı demək olar ki, yoxdur. 3-5 nümunə var. Xudafizləşməkdir, istiyoxlamaqdır, belə bir sağollaşmaqdır. Belə 2-3 dənə nümunələri var. Bunu demək olar ki, kitablar heç yazılır. Əsasən mürəkkəb feillər defislə yazılır, bəzən ayrı yazılır. Deyəmər. Mən tamam oldu, çıxa bilərəm. Get, narahat olmayın. Biraz xeyrə. Xeyrə, mən balam, xeyrə. Hə, mürəkkəb feillər əsasən ayrı yazılır. Burada ol, et, bil, qıl məsələsinə fikir vermək lazımdır. Mən növbəti dərslərdə mənim yadıma salarsınız, ol, et, bil, qılın istisnasını da deyəcəm. Yəni, məsələn, elə hal ola bilər ki, olmaq feili mürəkkəb feilin tərkib hissəsi olmasın, sadə feil olsun. Məsələn, adam olmaq bir yerdə mürəkkəb feildir. Çünki siz adama çevrilirsiniz. Savadlı olmaq, siz savadlıya çevrilirsiniz. Və yaxud da, üzr istəyirəm, inək olmaq, o deməkdir ki, o inəyə çevrilir. Birinci olmaq, o deməkdir ki, o birinciyə çevrilir. Burada birinci olmaq, tələbə olmaq, o deməkdir ki, o tələbəyə çevrilir. Buradakılar mürəkkəb feildir. Amma, məsələn, Sumqayıtda olmaq, siz Sumqayıta çevrilmirsiniz. Və yaxud da şəhərdə olmaq, siz şəhərə çevrilmirsiniz. Buradakı olmaq ayrıca müstəqil feil götürülür. Bəli, Zeynəb. Və niyə görə deyirlər ki, bəzən deyirsən, uşaq məktəbdə nadic deyilir, müəllim qışır ki, adam ol. Deməli, qeyri-insani hərəkətlər görüb də onda. Yəqin ki, adam olmayan bir şey görüb ki, onda deyir adam ol da. Yaxşı. Qılasın. Bunu yəqin ki, başa düşdünüz. Olmaq sözü yaşamaq, mövcud olmaq, var olmaq mənasını verəndə, məsələn, bu gün iclasda oldum, dərsdə oldum, yəni orada var oldum, iştirak elədim. Və yaxud da mən Lənkəranda oluram, yəni orada varam, mövcudam, yaşayıram. Orada artıq olmaq ayrı götürülür. Sonra bilmək feilə qoşulanda mürəkkəb olur və onun qoşulduğu feilin sonu a ilə qutarır. Məsələn, gülə bilmək, qaça bilmək, oxuya bilmək və buradan nümunələri görürük. Bəli, bəli. Amma bilmək sözü bəzən sadə feil də olur. Məsələn, tarixi bilmək, kimyanı bilmək. Burada tarix ayrı sözdür, kimya ayrı sözdür, bilmək ayrı sözdür. Biz tarixi bilmək sözünü bir yerdə mürəkkəb feil götürə bilmərik. Yaxşımı? Sonra bir dəfə sizə demişəm. Məsələn, birinci olmaq. Deməyəsiniz bu cümlədə sıra sayı var. Birinci sözünə aldanmayasınız. Birinci olmaq mürəkkəb feildir. Siz birinci olmaqdakı birinci sözünü bölüb özünüz üçün ayrıca sıra sayını götürməyiniz bilirsiniz nəyə bənzir? Elə bir ki, Nənə xanım ifadəsini verib, yazıb Nənə xanım gəldi. Deyirsiniz cümlədə nənə sözü var. Var, amma Nənə xanım bir yerdədir. Siz onu bölə bilməzsiniz. Yaxşı mı? Burada bəzi istisnalar var. Buna hələ ki toxunmaq istəmirəm. Sonra defislə yazılan mürəkkəb feillər var. Ya yaxın mənalı olur, ya əks mənalı. Məsələn, silib süpürmək, vəzəlib düzənmək, gedib gəlmək, atıb tutmaq, otağa girib çıxmaq və bu formada. Belə, etmək dedik, bir şeyi yerinə yetirmək mənasını verəndə ayrı götürülür. Məsələn, kömək etmək bir dənədir, amma deyirsiniz, bəzən dərsdə deyirsiniz, mən riyaziyyatı eləmişəm, kimya qalıb. Yəni, bir şeyi yerinə yetirmək mənasını verəndə artıq ayrı götürülür. Yaxşı mı? Bu belə, feillərin təsdiqi və inkarı, təsdiqlənən, təsdiqlənməyən feillər var, bunlara da toxunacağıq. Qrammatik məna növlərinə qədər baxacaqsınız. Feillərin inkarı həm maməli qrammatik şəkilçisinin hesabına yaranır, həm də deyil sözündən istifadə olunur. Yazmalıyam, yazmalı deyiləm, yazasıyam, yazası deyiləm. Bu təsdiq və inkar feildir. Bir də təsirli, təsirsizi proqramdan çıxarsalar da bir məsələ var, ona toxunmaq istəyirəm. Bir feil özündən qabaq təsirlik halda olan söz istəyirsə təsirlidir. Məsələn, yazmaq nəyi? Deməli, yazmaq feili təsirlidir. Oturmaq
Kimi, nəyi, haranı oturmaq deyə bilməzsiniz. Deməli, təsirsiz. İndi kimsə ola bilər desin ki, müəllim, yazmaq nəyi də olur, nədə də olur, nədən də olur. Üçü də oldu da. Mən neyniyim indi? Bu təsirlidir, yoxsa təsirsiz? O hansı filmdədir? Bəyin oğurlanmasındadır. Deyir, su girdi qaba oldu içməli. İndi burada da bu bir dəfə təsirli kal oldusa, vəssalam. Deməli, təsirlidir. Bizim feilimiz özündən qabaq təsirli kalda olan sözü bir dəfə tələb elədisə, demək ki, təsirli feil. Yaxşımı? Ma-mə şəkilçisinin bəzən ası düşür, boş mı qalır. Bu, indiki zamanda və qeyri-qəti gələcək zamanda olur. Gəlir, gəl, mı ayrı, ir ayrı. Uşaqlar mırı bütöv götürür, eləməyin. Oxuyar, oxumaz. Orada rızıya keçir öz yerində. Mı ayrıdır, oxu, mı ayrı, az ayrı zaman şəkilçisi. Mazı bütöv, mırı bütöv götürməyəsiniz. Uşaqlar, qrammatik məna növlərinə qədər baxacaqsınız. Bununla bağlı sual var. Sual var bununla bağlı. Leylalar, Rayda sual var. Yoxdur. Topluda bununla bağlı sual azdır. Amma bu o demək deyil, siz bekar qalacaqsınız. Sizə köhnə mövzulardan əlavə testlər göndərəcəm. Xüsusilə əvəzlikdə. Bu əvəzlik mənə, xüsusilə də vergül məsələsi mənə qaranlıq qaldı. Sizin performansınız məni qane eləmədi vergüldə. Yəqin ki, vergüldən əlavə testlər göndərəcəm.